Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Əziz və möhtərəm izləyicilər, hamınızı uca Allahın salamı ilə salamlayırıq. Esselamu aleykum və rəhmətullahi və bərəkət. Bu axşam çox dəyərli qardaşlarımızla qonağıq, bir yerdəyik. Ona görə bu fürsətdən istifadə edərək onların elmindən yararlanmaq istəyirik. İslam dinində toxunulmayan heç bir mövzu yoxdur. Lakin o mövzuların elələri var ki, bizim dinimiz üçün də, dünyamız üçün də çox önəmlidir. Həmin o mövzulardan biri də insanın qazandığı ruzinin halaldan və yaxud da haramdan olmasına diqqət etməsi, buna önəm verməsi və maksimum çalışması ki, onun qazandığı ruziyə haram qatışmasın. Hətta şübhəli olan şeylərdən belə çəkinsin ki, onun yediyi və yaxud da evladlarına, ailə üzvlərinə yedizdirdiyi ruzi tam halaldan olsun. Bu günlərdə biz həmin mövzu üzrə bugünkü bizim qardaşlarımız, dəyərli elm əhli olan Adil müəllimlə, Muxtar müəllimlə, həmçində Abdurrahim müəllimlə görüş təşkil eləmişik ki, bu barədə suallarımızı ərz eləyək və həmçində bu məsələni müzakirə eləyək. Allah Rasulü sallallahu aleyhi və səlləm bu xüsusda buyurur ki, Yəti alən-nəsi zəmanun la yubalil mər'u əminəl həlali əxəzə əmminəl haram. İnsanların üzərinə elə bir zaman gələcək ki, kişi diqqət eləməyəcək, onun qazandığı mal haramdandır, yoxsa halaldandır. Hədisi Buxari rəvayət etmişdir. Və indi biz istəyirik ki, Adil müəllim də bu barədə öz fikirlərini söyləsin və hansı ki, sələflər bu məsələyə necə yanaşırlar. Misal olaraq onun bilindiyim ki, məsələn, İmam Əhməddən soruşanda ki, insan qəlbindəki o xəstəlikləri necə müalicə eləsin, deyirdi ki, qazandığı ruziyə fikir versin. Və buyurun Adil müəllim, siz də bu xüsusda bizləri faydalandırın, Allah razı olsun. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh və əşhədu ənə Muhammedən abduhu və rasuluhu əmmə ba'd. Və bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, la təzulu qədəmə abdin həttə yüsələ an arba. Yəni, qiyamət gün insan yerindən tərpənməzdən əvvəl 4 şeydən sorulacaqdır. Onlardan birincisi ömründən, yəni ömrünü hara sərf edib. İkinci isə cavanlığından, cavanlığını hara xərcləyib. Və üçüncü isə elmindən, bildiyinə nə əməl edib və dördüncü isə malından sorulacaqdır. Malını hardan qazanıb, hara xərcləyib. Həqiqətən, yəni malın halaldan qazanılması ümumiyyətlə olduqca çətin məsələdir və ondan da daha çətin olan onun düzgün xərclənməsidir. Ona görə bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Ni'məl malus salih indəl abdus salih. Yəni, ən gözəl mal salih bəndədə olan maldır. Çünki salih insan o malı necə xərcləyəcəyini bilir. Yəni, düzgün yollara, Allahın rizası qaldığı yerlərə necə yönətmək lazım olduğunu bilir. Və ümumiyyətlə, yəni, ruzi məsələsi yəni, hər dövrdə, xüsusən də bu dövrdə də yəni, bir çox insanların yəni, fikrini məşğul edən bir məsələdir. Yəni, insanlar yəni, əsasən bunu düşünür. Yəni, uşaqlar üçün, uşaqlar böyüdükcə daha da fikirlər artır. Yəni, bu barədə sözsüz ki, şəriətin qoyduğu yəni, qaydalar var. Yəni, müsəlmanın yəni, mövqeyi necə olmalıdır? Yəni, biz ayələrə baxdığımız zaman və həmçinin hədislərə baxdığımız zaman yəni, açıq aydın görsənir ki, Allah Teala hər kəsin yəni, ruzisini yazıb və eyni zamanda da yəni, səbəblərdən də tutmaq hədislər buna həvəsləndirir və həmçinin ayələr buna həvəsləndirir və buna görə də insan səbəblərdən tutduqdan sonra artıq narahat olması və fikir çəkməsinə yəni, yer yoxdur. Adil, üzr istəyirəm, bu məqamda bir diqqət zaman çəkmək istəyirəm. Məsələn, insanlar halal yoldan gələn səbəbləri götürürlər. Hansı ki, o yollar məsələn halaldır, orada heç bir problem yoxdur. Lakin ruzi onları qane eləmir və yaxud da istədikləri şeyə nail ola bilmirlər. Və artıq bu zaman səbr eləyə bilməyib müəyyən haram şeylərə əl atırlar və cürə-bəcürə bəhanələr gətirərək. Bu barədə nə deyə bilərsiniz? Yəni, ümumiyyətlə, insanın bilməsi ki, yəni, bu Allah Teala'nın bölgüsüdür. Allah Teala'nın bölgüsü olduğunu bilməsi insanı rahat edir. İnsanı əsl yəni xoşbəxtçiliyi qazanmasına səbəb edir. Ona görə əsl xoşbəxtçilik yəni insanın Allah Teala'nın ona böldüyü ilə, təqdir etdiyi ilə qane olmasıdır. Ona görə sələflərdən
biri deyir ki, yəni mən biləndə ki, bu Allah Taala'nın bölgüsüdür, artıq yəni həsədi, yəni tərk elədim. Artıq fikri tərk elədim. Çünki Allah Teala buyurur ki: "Nahnu qasamna beynəhum məişətəhum fil hayatid dunya." Yəni biz onların məişətini, yaşayışını biz onlar arasında böldük. Və artıq bu bilinəndən sonra insanın üzərinə düşən yalnız Allah Teala'nın bölgüsünə təslim olması, razı qalması düşür. Və əgər insan razı qalmırsa, onun milyonları da olsa, yəni o insan kasıb insan sayılır. Necə ki deyirlər, hər bir şey var, amma qəlbləri kasıbdır. Yəni belə də demək olarmı ki, məsələn insan halal səbəblərlə hər hansı bir şey əldə edə bilmirsə, artıq ondan sonra haramlara keçir və o insanın təvəkkülündə problem var. Ya da təvəkkülü zəifdir. Bəli, yəni təvəkkül əgər doğru olarsa, yəni Allah Teala insanın ruzisini verir. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "Ləv ənəkum təvəkkəluna aləllahi haqqa təvəkkülihi, lərazaqakum kəmə yarzuquh." Əgər siz Allah haqqı ilə təvəkkül etsəniz, Allah Teala quşa ruzi verdiyi kimi sizə də ruzi verər. Təğdu ximasan və təruhu bitana. Yəni quş yuvasından ac qarnına çıxır və tox qarnına qayıdır. Yəni yüngül səbəbdən tutur. Yəni yuvasında oturmadı. Yəni səbəblərdən tutdu. Amma qayıtdığı zaman yəni tox qarnına qayıdır. Və bu da onu bildirir ki, alimlər buyurur ki, yəni quşların sinələri təvəkküllə doludur. Yəni insanın yüngül səbəbdən tutduqdan sonra Allah Teala'ya güclü təvəkkül etməsi ruzini əldə etmək üçün böyük səbəblərdən biridir. Və bu barədə İmam Şafi rahimehullah'ın bir gözəl şeiri var və buyurur ki: "Təvəkkəltu fi rizqi alallahi xaliqi." Mən də ruzi məsələsində Rəbbim olan, xaliqim olan Allaha təvəkkül etdim. "Və eyqantu ennallaha la şəkkə raziqi." Və mən yəqin olaraq bildim ki, o mənim ruzimi verəcəkdir. وَمَا يَكُنْ مِنْ رِزْقِي فَلَيْسَ يَفُوتُنِي وَلَوْ كَانَ فِي قَاعِ الْبِحَارِ الْعَوَامِقِ. Əgər bir şey mənim ruzimdirsə, o məndən ötməyəcəkdir, yan keçməyəcəkdir, hətta dərin dənizlərin dibində olsa belə. سَيَأْتِي بِهِ اللّٰهُ الْعَظِيمُ بِفَضْلِهِ. Yəni əzəmətli Allah öz lütfi ilə onu mənə gətirəcəkdir. وَلَوْ لَمْ يَكُنْ مِنِّ اللِّسَانُ بِنَاطِقِ. Və mənim danışan dilim olmasa belə, yəni mən dua edib istəməsəm belə, Allah Teala onu mənə verəcəkdir. Fəfi eyyi şeyin tədhəbun nəfsu həsratan və qad qasamar rahman rizqal xalaiq. Yəni belə olduğu halda insan nə üçün həsrət çəkir? Artıq Allah Teala Rahman bütün məxluqatın ruzisini bölmüşdür. Ona görə insanın yəqin olaraq yönəlməsi ruzini asanlaşdırır. Yəni hədisdə gəldiyi kimi ki, ruzi də əcəl kimidir. Harda olsanız, necə əcəl gəlib yaxalayır, o şəkildə də yəni insanın ruzisi də gəlib ona mütləq yetişəcəkdir. Bəli, başqa bir hədisdə yenə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, yəni Cəbrail əleyhissalam mənə təlqin etdi və bildirdi ki, yəni heç kəsin ruzisi tamamlanmadıqca ölməyəcəkdir. Fəttəqullaha və əcmilu fit talab. Allahdan qorxun və ruzini gözəl şəkildə tələb edin. Yəni halal yollarla tələb edin və kiminsə ruzisinin yubanması məsiyə, yəni günaha onu sövq etməsin. Çünki Allah qatında olan itaətlə əldə olunur. Çünki bu Allahdandır. Ruzi verən Allahdır və Allah qatında olan itaətlə qazanılır. Günahla, asiliklə yox. Bu barədə maraqlı bir hadisə var. Şeyx Süleyman Ruheyli onun öz dərslərinin birində danışır. Bir dəfə bir kişi səhra ilə yol gedirmiş, susuyur və bir qəbilənin su quyusuna yaxınlaşır və istəyir ki, həmin o su quyusundan əyilib su içsin. Əyilib su içəndə düşür quyunun içinə. Düşür quyunun içinə, hay-haray salır, həmin o qəbilənin cəmaatı gəlirlər, kömək edirlər, onu çəkib oradan çıxardırlar. Və bu çox halsız vəziyyətdə olur və deyirlər ki, oradan dəvə sütü gətirin, buna biraz içizdirək özünə gəlsin. Və sütü içir, rahatlaşır, eləyir. Sonra deyirlər ki, başa sal görəsən, necə oldu bu quyuya yıxıldı, biz neçə vaxtı bu quyudan istifadə edirik. Gəlir, yaxınlaşır, istəyir izah eləsin və təzədən yıxılır, düşür quyuya. Yıxılır, düşür, nə qədər edirlər, onu çıxarda bilmirlər və dünyasını dəyişir. Orada olan ağıllı müdrik bir ağsaqqal adam olur. Deyir ki, o insan az öncə öləcəkdi, sadəcə onun ruzisindən bir kasa süt qalmışdı. Onu da Allah Teala ona içirtdi, sonra onun əcəli gəldi, yaxınlaşdı. Ona görə bu kimi hadisələrdən və yaxud da az öncə deyilən ayələrdən, hədislərdən gələ bizim qəlbimiz yəqin olsun ki, yəni bizə nə yazılıbsa, zaten o gəlib bizi yaxalayacaqdır. Və Muxtar müəllimə sual vermək istəyir ki, məsələn, insan iş axtaranda, hər hansı bir ticarətə başlayanda ən birinci nələrə fikir verməlidir? Yəni, necə yanaşsın ki, bu insanın gələcək həyatında ibadətlərinə mane olmasın, onun malına haram qatışmasın, əsas nələrə diqqət eləsin?
Ümumiyyətlə, ruzi məsələyə çox tərəfdən və insanların durumuna görə yanaşmaq lazımdır. Məsələyə yanaşmada insanın şəxsi halını müzakirə etmək, ona baxmaq lazımdır. Və Allah Subhanahu taala ruzi qazanmaq üçün insana çox saylı yollar qoyub. Lakin ən birinci olan insan öz şəxsi halına, durumuna, öz halına baxmalıdır. Məsələn, Allah Taala Quranda buyurur Nuh surəsində: "Fəqul istəğfiru rabbakum innehu kana ghaffara." Nuh əleyhissalam öz qövmünə dedi ki, Rəbbinizə istiğfar diləyin, ondan bağışlama diləyin, o həqiqətən bağışlayandır. Sonraki ayələrdə davamında Allah Taala buyurur: "Yursilis səma aleykum midrara və yumdidkum bi amwalin və banin və yec'al lakum cennetin və yec'al lakum enhara." Buyurur ki, Allah Taala əgər yəni siz istiğfar diləsəz, Allahdan bağışlanma istəsəz, o zaman onun bədəli olaraq, onun əvəzi olaraq sizə nələr gələr? Yursilis səma aleykum midrara. Sizə göydən bolluca yağmur endirər. Və yumdidkum bi amwalin və banin. Və sizə çoxlu var-dövlət və oğul uşaq verər. Və yec'al lakum cennetin və yec'al lakum enhara. Və sizin üçün həmçinin altından çaylar axan bağlar, bağçalar, cənnətlər verər. Yəni insanın bir bağışlanma diləməsi və bu tipli əslində ayələr çoxdur. Tövbə ilə bağlı ayə və hədislər var, istiğfarla bağlı ayə və hədislər var, təqva ilə bağlı ayə və hədislər var. Necə insan məsələn Allah tövbə eləyər və yaxud da Allah təqvalı olar, Rəbbimiz o səbəbdən dolayı onun ruzisini artırar. O səbəbdən dolayı. İnsanın durumuna, halına baxmaq lazımdır. Ruhi qazanmaq üçün ancaq düşünmək lazım deyil ki, mən nəyisə əldə edim, amma o əldə edənə qədər özüm hansı haldayım. Bu birinci məsələ. İkinci məsələ, adətən soruşsaq ətrafımızdan hamı düşünür ki, hətta bu sözə çox rast gəlmək olar ki, tək öz başıma qalsa mənə heç nəyə ehtiyacım yoxdur. Amma məsələn, oğul var, uşaq var, ailə var, onların gələcəyi var filan. Adam bilmirmi ki, Rəbbi Subhanahu Teala onun qədərində və yaxud da onun övladının qədərində hər şey yazır. O, onun övladı ana bətnində olanda, onun övladı üçün olan ruzisini yazır, necə ki, onun özü üçün yazıb. Bəyən bugün sənin əldə etdiklərin və yaxud da əldə etmək üçün can atdıqların övladı üçün beçini yazılmır mı? Görürsən ki, insan qorxur ailəsi üçün, uşağı üçün və alır, yığır maldan, mülkdən və s. doymadan. Nəinki övladlarına, bəlkə nəsillərini düşünür, yəni ehtiyacı olan qədərini. Amma bilsə ki, özünün islah olması lazımdır ki, o ruzi övladlarına doğru üsulla çatsın. Baxın, məsələn, Kəhf surəsində Xıdır əleyhissalamla Musa əleyhissalamın arasında keçən qissədə üçüncü ki, hadisə baş verir, o divarın yıxılma hadisəsi. Orada Allah Subhanahu taala o ruzini, yəni divarın altında olan mülkü, ruzini övladlara çatdırır. Səbəb nə? Allah Taala Quranda buyurur: "Və kana əbuhuma salihə." Onların ataları salih insan idi. Yəni insanın bugün öz üzərində işləməsi, özünün salih bəndə olması, Rəbbinə itaətdə olması bu ən önəmli tərəfdir. Yəni sanki evladlarının da ruzisinin təminatıdır. Əlbəttə, insan özü ilə Rəbbi arasında olan münasibətləri düzələrsə, həm özü ruzi qazanmış olur, həm də qazandığı ruzini övladlarına doğru şəkildə, hətta özü ötürməyi bacarmasa belə Allah Taala çatdırar ona. Onun salih olduğuna görə. Onun salih olduğuna görə. Ona görə ruzi qazanmaq üçün insan birinci ruzinin özünün haqqında yox, özü ilə Rəbbi arasında olan münasibətlər haqqında düşünsə, ruzi qazanmaq daha asan olur. Və sonra şeyxin qeyd etdiyi kimi, yəni onun xərclənməsi, doğru üsluba xərclənməsinə baxmaq lazım, çox önəmli məsələdir. Yəni qazanmaq başqa bir məsələdir, halal yollar axtarmaq və halal yolları da yenə deyirəm, yollardan öncə insan özünə baxması, sonra da ikinci tərəfdə onun xərcləmək tərəfinə gəlincə çox önəmli məsələdir ki, bizim əksəriyyətimiz günümüzdə, yəni bizim dedikdə cəmiyyəti nəzərdə tuturam, əksəriyyət yaxşı həyat, ailəyə, övlada, uşağa gözəl xidmət bəhanəsi ilə deyim, israfa hədsiz yol açır. Bunun sayı hesabı olmayan qədər misallarımız var. Hər kəsdən, hər ailədən. Yəni sayı hesabı, hətta yeməyində, giyimində, gəzməyində, hər bir şeyində israfa saysız qapılar var ki, yəni bu da insanın özünün öz qarşısına maneələr qoymağıdır. Yəni insan bu haramlara girməyi və çox saylı haramlar insanın öz ruzi qazanmağında yəni belə deyək, maneələr çıxarır öz qarşısına. Allah razı olsun, Muxtar müəllim, məsələyə əhatəli toxundunuz. Lakin konkret olaraq qayıdağın məhz bu iş seçəndə, ticarət seçəndə
Görürsən ki, adamın qarşısına iş çıxır və bilir ki, gələcəkdə o iş onun ibadətlərinə mane olacaq. O zaman o insan təvəkkülün eləsin Allaha, səbr eləsin, gözləsin, yoxsa hansı mövqeyi alsın? Məsələn, çətin durumdur. Görürsən, adam neçə ildir iş axtarır, tapa bilmir. Birdən məsələn bir işlə qarşılaşır, lakin işdə biraz harama bulaşıqlıq var. Yox, ümumiyyətlə belə deyim, birinci qayda olaraq olmalıdır ki, biz dinimizi öncə tutmalı, dünyamızı dinimizə uyğunlaşdırmalıyıq. Əgər hər hansı bir dünya işimiz bizim dinimizə mane olacaqsa, o zaman o dünya işindən çəkinməliyik. Əksinə, biz dünyanı qazanmağı axirətimiz üçün, dinimizə doğru düzgün yapışmaq üçün bir səbəb, bir yol tutmalıyıq. Bir vasitədir. Dünya bizim üçün bir vasitədir. Necə ki, bu dünya, hədisində Peyğəmbərimiz ona Allahın salavat və salam olsun buyurur ki, bu dünya bir müsafirin bir ağac altında kölgələnməyi kimidir. Yəni, dünya bir vasitədir axirəti qazanmaq üçün, bir yolsuq biz bu yoldan keçirik. Sadəcə bu qazandığımız ruzilər bizim üçün vəsilə olmalıdır axirəti qazanmaq üçün. Əgər kimsə haram yolla qazanırsa, təbii ki, axirətini zayi edir. Artıq o mütləq ondan çəkinməlidir. Allah razı olsun, təşəkkür edirik. Çox geniş fayda verdiniz. Növbəti sual Abdurrahim müəllimədir. Demək, bu günləri bir insan məsələyə Muxtar müəllimin dediyi kimi, yəni dini əsas qoyaraq, dini əsas tutaraq, örnək tutaraq, halala harama önəm verərək ondan sonra işə başlayanda görürsən deyirlər ki, siz geridə qalmısınız. İndi hansı zəmanədir, dünya inkişaf eləyir, siz isə hələ də qalmısınız halalda, haramda. Yəni bu yöndən sizin fikirlərinizi bilmək istəyirik ki, yəni insanın halal harama fikir verməsi onu dünyavi işlərdə geri mi atır? Sual olaraq çox gözəl sualdır, təşəkkür edirəm. Və əlbəttə əvvəldə qardaşlarımızın söylədiyi fikirlər əslində bu sualın ümumi bir cavabıdır. Yəni müsəlmanın Allah qarşısında etiqadı, yəni öz Rəbbinə təvəkkül etməyindədir. Yəni müsəlmanı digər yəni insanlardan iman gətirməyən və imanında zəif olan insanlardan fərqləndirən müsəlmanın həm imanında güclü olması, təvəkkülündə Allaha daha çox təvəkkül etməsi, qəlbində bir rahatçılığın olması, Allaha qarşı olan xuşu, yəni qorxu biz buna deyirik şəriətdə, Allahdan bir qorxusu, Allaha olan bir sevgisi, yəni bütün bunlar və başqa qəlb əməlləri var ki, hansı ki insanın qəlbində o əslində kök atır və orada bir cücəlir, böyük bir ağaca çevrilir. Yəni bu bir səmərə bəhrə verən bir ağacdır. Yəni bunu kənardan olan bir insan, yəni çınar başının üzərində var, elə bilir ki, çınarda meyvə düşəcək, yəni çınarın altında dayanmış bir insan kimidir. Yəni o meyvə ağacında olan xeyri və bərəkəti dərk etməz. Çünki müsəlman bunu hiss edir. Onlar ətrafda olan insanlar çox vaxt bunu hiss eləmirlər. Bunu hiss etmək üçün insan ilk öncə baxmalıdır ki, onun ruzisi verən kimdir, onun yaradanı kimdir. Yəni insan Allaha tam etiqad olaraq iman gətirməlidir. Allahın xaliq olduğunu, ruzi verən olduğunu insan dərk etməlidir. Bunu dərk edəndən sonra bilməlidir ki, Allah Teala bunu əbəs yeri yaratmayıb. Bunu insanı yaradıbsa, mütləq şəkildə onun ruzisini də verəcəkdir. Yəni Allah Teala insanları elə yaradıb, başına buraxmayıb. Necə ki, qardaşımız ilk öncə hədisi qeyd elədi, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, Allah Teala hətta quş öz yuvasından çıxar, ac qarnına çıxar, amma qaydanda artıq nə olar? Qarnı tox gələr. Özü də yeyər, yuvasındakı o aciz balalarını da yedizdirər. Yəni Allah Teala hətta bu aciz quşa belə ruzi verirsə, ağlı, dərrakəsi, fərasəti olan bir insan Allah Teala əlbəttə ruzi verəcək. Sadəcə olaraq Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə buyurub ki, ruzinin səbəblərini düzgün götürmək lazımdır. Yəni birinci halal olmalıdır. Yəni haram şeylərlə ruzi səbəb götürmək olmaz. Yəni oğurluq etmək, qəsb etmək, zülm etmək, onun bunun malına göz dikmək, həsəd aparmaq, paxıllıq etmək, bunlar ruzini artırmaz. Əksinə bunlar insanın ruzisini azaldar və insanı həmişə ruhən düşkün eləyər və qəlbən xəstə eləyər. İnsan necə olmalıdır? Müsəlman səhər tez durmalıdır, ruzidanca tez getməlidir, səbəblər götürməlidir, ətrafında olan təcrübəli insanın təcrübəsini öyrənməlidir. Ətrafında olan imkanlı insanlar üçün, kasıblar üçün, varlılar üçün fərq edilməz. Ətrafında olan cəmiyyətdəki insanlar üçün dua etməlidir. Kimsə bir yaxşı bir şey alırsa, bir maşın alırsa, bir ev alırsa və ya hər hansı bir əşyanı əldə edirsə, onun üçün dua etmək ki, Allah da ona bərəkət versin, ruzi versin, Allahın və filankəsin malına bərəkət ver, ruzi ver. Bunların özü sənin özün ruzini artırmaq üçün səbəblərdir. Yəni insan, müsəlman həmişə insanlara xeyir istəməlidir. Ona görə heç kəs deyə bilməz ki, müsəlman geridə qalıb. Əksinə, müsəlman bunu deməklə öz qəlbini rahat edir. Heç kəs, belə deyək də, ən gözəl bir maşını arzulamaqla o maşını əldə etmir. Əksinə, o insan onu arzulamaqla özünü neyini düşkün edir.
Yəni qəlb xəstəsi olur. Qəlb xəstələndirsə, bütün bədən xəstələnir, əsəblər korlanır, nevroz olur, nə olur. Güclə bala ilə banka girir, ora girir, filan deyir, peşman deyir, borc edir, xərc edir. Bir dənə maşın alır, bir gün gəlir maşını vurur, avar yeyir, maşın nəsə xarab olur və ya nə bilim, oğurlanır, nəsə bir şey olur. Ondan sonra düşür xəstəliyə. Fikir, dərd, əsəb və s. həyat məhv oldu, getdi. Yəni insan zaten bu dünyada nə üçün var? Yəni hər bir insan ona yazılan ruzini, necə ki qardaşlarımız qeyd etdi, onu son damlasına qədər alacaq. Allah razı olsun. Abdurrahman, bir hədis yadıma düşdü bu mövzuda. Demək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, deyir, o zaman ki siz sələmlə ticarətə başladınız, inək qoyunun quyruğundan yapışdınız və Allah yolunda olan cihadı tərk elədiniz, Allah Teala sizin üzərinizə elə bir zillət çöktürər ki, siz haqqa dönməyənə qədər o zilləti sizin üzərinizdən qaldırmaz. Demək, bu hədisdən, səhih hədisdir, bu hədisdən əksinə bizə aydın olur ki, biz əgər, yəni bu günlərdə sələm bildiyiniz kimi, yəni sələm bulaşmayan çox az adamlar qalıb, görürsən ki, hətta mümkünsüz vəziyyətə gəlir, çıxır ki, insan sələmdən tam qurtula bilsin. Demək, əksinə, bu hədisdən görülür ki, insan sələmə bulaşması, harama bulaşması onun əksinə geridə qalmasına, zillət üzərinə çökməsinə daha çox rəvac verir. Nəinki insan halallarla kifayətlənməsi, halallarla qane olması. Əsas konkret olaraq bu mövzuda istəyirik ki, biraz fikirlərinizi verək. Əslində sual çox geniş sualdır. Yəni bunun cavabı da çox müzakirə olunacaq bir məsələdir. Çünki yəni ilk öncə biz müsəlmanın yanaşmasına, etiqadını bilməliyik ki, müsəlman nə üçün belə yanaşır? Müsəlman bu yanaşmanı geridə qaldığına görə eləmir. Müsəlman bu yanaşmanı öz Rəbbini tanıdığına görə belə eləyir. Çünki müsəlmanın Allahı tanıması, Allahın nəyə qadir olduğunu bilməsi onu buna vadar eləyir. Ona görə yox ki, müsəlman geridə qalır və acizdir. Onlar da bilsəydilər, məsəl üçün bugün biz qəlb aləminə baxsaq, onlarda böyük bir psixoloji sıxıntı var. Hətta bizim bugün çox təəssüf ki, bizim məmləkətdə də bu sıxıntılar var. Yəni o gün yaxın bir vaxtlarda bir tələbə, daha doğrusu məzun tələbə olmaq istəyirdi, imtahan vermişdi, ən yüksək bal toplayanlardan biri idi. Amma intihar edə özünə qəsd elədi. Yəni bu nədən irəli gəlir? Bu insanların daxilində böyük bir boşluqdan irəli gəlir. Yəni mənəvi boşluqdan və İslam bu boşluğu doldurur ki, insanlar fəlakətə getməsinlər. Və bu bizim ölkədə hələ bizdə insanların kökü müsəlman kökənli insanlardır. Onların təfəkküründə, ailə tərbiyəsində, cəmiyyətdə, qohum əqrabada İslam təfəkkürü var. Müəyyən qədər Allah qorusun xatırladan var, eşidirlər. Yəni qərb dünyasında bu yoxdur ümumiyyətlə. Ona görə də orada intiharların sayı qat-qat çoxdur. Orada insanlar görürsən ər və arvaddır, qocalıblar, 60-70 yaş var, uşaqları yoxdur. İt pişik saxlayırlar. Niyə? Çünki onlar üçün həyatın mənası, yəni bir dəyəri yoxdur. Həqiqi dəyərlərdən uzaq düşürlər. Bəli, həqiqi dəyərdən əslində onlara görə dəyər var, amma dəyərsizlikdir. Niyə? Çünki səmərəsizdir. Yəni ona görə İslam bizi geridə qalmağa yox, əksinə sağlam yönlərlə irəliləməyə çağırır. İslam bizə demir ki, elm öyrənmə, dünyəvi elmi öyrənmə, nə bilim, tibbi öyrənmə, həndəsəni, fizikanı, kimyanı öyrənmə. Xeyr, əksinə ən ilk müsəlman alimləri biz baxsaq dünya elmlərində müsəlmanlar inkişaf ediblər. İslam çünki həmişə təşviq edib inkişafa, tərəqqiyə, amma hansı bir qaydalarla. Yəni elə xaos Allahın hüdudlarını pozmadan. Bəli, xaos olaraq, yəni insan başlı başına gedə bilməz. Müəyyən bir qayda-qanunlar var ki, insan, yəni müsəlman o qayda-qanunlara əməl etdiyinə görə o qayda-qanunlar çərçivəsində gedir və o qayda-qanunlar onu geridə saxlamır. Sadəcə olaraq problem nədədir? Bəli, bir reallığı var. Kimsə bizə deyə bilər ki, qardaş, necə sən desən, geriləmir müsəlmanlar və ya müsəlmanlarda geriləmə yoxdur. Gəl baxaq İslam dünyasına gör müsəlmanlar nə gündədir. Baxaq məsələn qərbdə insanlara, onlar nə gündədirlər və ya necə yaşayırlar. Bəli, bu reallıqdır. Amma bu ona görə deyil ki, İslam bizi buna çağırır. Bu ona görədir ki, biz müsəlmanlar, necə ki, bax biz Azərbaycanlılar, ətrafımızda qohum əqrəbamız var, tanışlarımız var. Deyir, mən müsəlmanam. Amma namaz qılmır, oruç tutmur, halal harama fikir vermir, nə bir içki içir, qumar oynayır, haram başqa işlər görür. Yəni bu nədən irəli gəlir? Çünki o İslama, müsəlman deyir özünə, amma əməl eləmir. Əməl olunmayan İslamda bərəkət olmaz. Yəni müsəlmanlar bildiklərini əməl etsələr, hətta bildiklərinin müəyyən bir hissəsini əməl etsələr, yəni onların halı tamam dəyişər. Onlar qərbdə biz gördüyümüz o mədəniyyətdən, o inkişafdan qat-qat üstün olanlar necə ki, vaxtı ilə üstün idilər. Biz baxsaq İspaniyanın tarixinə, məsələn, Qurtuba şəhərinə, bəli, Qurtuba indi Kordoba deyirlər. Yəni məşhur Kordoba şəhəri, o Qurtubadır əslində.
Qurtuba şəhəri mədəniyyət mərkəzi olub. Oranı kim eləyib mədəniyyət mərkəzi? Müsəlmanlar eləyiblər. Müsəlmanlar orada olan xristianlar, Avropalılar vəhşi kimi yaşayırdılar. Müsəlmanlar gəlib o şəhəri elə abadlaşdırdılar ki, necə ki, bu gün bir düyməni basmaqla bütün şəhər işıqlanır. O üsulda, o tipdə qəndillərlə bütün şəhəri işıqlandırırdılar. Bir yerdən yandıranda bütün şəhərdə qəndillər alovlanırdı. Ümumiyyətlə, bir çox texnologiyanın əsası o vaxtının Əndəlüsdə qoyulub. Çoxdur belə nümunələr İslam tarixində. Elə biz baxsaq Türk dünyasına, indiki müasir Türkiyə ərazisinə biz baxsaq, müsəlmanların necə orada əsərlər qoyub getdiyini görsək, bunlar hamısı mədəniyyətin nişanələridir. Və ona görə heç deyilməz ki, İslam geriliyə çağırır. Sadəcə olaraq insanlar özləri, müsəlmanlar da daxil olmaqla, əgər özləri öz yollarını sapırlarsa və öz yollarından kənara çıxırlarsa, o zaman əlbəttə ki, onlar geriləyəcəklər. Çünki Ömər ibn Xattabın bir sözü var. Biz elə bir qövmük, yəni biz elə bir millətik ki, İslam ümməti olaraq Allah Teala bizi İslamla izzətləndirib. Biz nə vaxt İslamdan başqa bir şeylə özümüzə izzət axtarsaq, Allah Teala bizi zəll eləyər. Məncə bu yerdə bir nöqtəyə toxunmaq lazımdır. Ümumiyyətlə bu tipli məsələlərdə əksər insanların yanaşması baxarsınız dünya həyatına baxırlar. Ki, məsələn, baxın, qərbdə insanlar imkanlıdır, amma şərqdə kasıb ölkələr və yaxud da insanların durumu hansı vəziyyətdədir. Amma o imkanlı adamların şəxsi durumlarını araşdıranda əksəriyyətinin doğrudan bərbad halda olduğu görülür. Mal-mülk var, imkanlar var, istədiyi çox şeylər dünya tərəfdən əldə edə bilir. Lakin görürsən ki, həmişə narahatdır, həmişə bir qəlb sıxıntıları var, heç vaxt o istədiyi rahatçılığa çata bilmir. Yəni, əslində bizim bu dünya həyatıyla istədiyimiz, yəni qazanmaq filan, hansısa bir yaxşılığı əldə etmək, hansısa bir məqama çatmaqsa ki, mən o yerə çatım, ondan sonra rahat olacağım. Çünki əslində, deyək ki, insanın birinin 5 milyardı var, birinin də 3 mini var. Amma ikisi də qarnına yemək yeməyə gedir, ikisi də təxminən eyni qədər həcmli yemək yeyir və ondan kifayətlənir. Və yaxud da ikisinin də giyməyə ehtiyac var, hər ikisinin deyək ki, eyni tipli bir giyməyə ehtiyac var. İnsanın ehtiyacları bəllidir. İsrafları kənara qoysa, insanların müəyyən qədər ehtiyac, amma rahatçılığa gəlir ki, insan həqiqi rahatlıq qəlb rahatlığıdır. Yəni, insan qəlbi salamat yoxsa bu məsələyə baxmaq lazımdır. Dediyimiz o qəlb və yaxud da imkanlar, o hər kəs mi rahatçılığa çatır? Əslində, baxsaq, əksərən, bütün araşdırmalar bunu göstərir, onlar rahatçılığa çatmayıblar. Lakin baxsaq, orta və yaxud da zəif imkanlı, amma Rəbbinə həqiqi təvəkkülü olan, Rəbbindən qorxan bir insan elə bir rahatçılığa çatıb ki, o milyonları və yaxud da milyardları olan insanlar və yaxud da çox şeylər rahatlıqla, deyək ki, mal-mülklə əldə edə bilən insanlar o rahatçılığa çata bilmirlər. Yəni, həqiqi xoşbəxtçilik, həqiqi rahatçılıq, həqiqi, deyək ki, o insanın bu dünyada bir huzur içində yaşaması, o təkcə mal-mülklə və yaxud da belə deyim, əksərən mal-mülklə həll olmur. Onun həll olma nöqtəsi qaynağı, öncə qardaşımız qeyd etdiyim kimi, qəlb məsələləridir, qəlbin salamatçılığıdır ki, bunlar onun nail ola bilmirlər. Buna yalnız Allaha olan imanla, Allaha olan təqvanla. Baxın, əksər insanlardan soruşsaz, dərdi səri nədir? Başıma gələn hadisələr, ümumiyyətlə bu dünya həyatını necə çözüm? Və yaxud da ruzu necə qazanım? Amma Allah Teala çözüm yolu qoyur. وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allaha təqvalı olarsa, təqva nədir? Allahdan qorxmaq, Allahın əmrlərinə itaat etmək, Allahın qadağanlarına çəkinmək. Yəni, Allahın cəhənnəmi ilə öz aranda bir sipər çəkmək. Təqva budur. وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, Allah ona düşdüyü çətinlikdən çıxış yolu verir. Bəyəm gecə gündüz dərdimiz, sərimiz çıxış yolu axtarmaq deyil. Allah Teala bunun tək bir səbəbini qoyur, Allahdan qorxmaq. Ayənin davamında Allah buyurur, وَيَرْزُقُهُ min heythu la yahtesib və onu gözləmədiyi yerdən ruzləndirir. İkinci dərdimiz ruzi dərdi deyil. Əgər biz təkcə dünyanı düşünürüksə, çətinliklərdən çıxış yolu və ruzi qazanmaq, Allah Teala buna bir çıxış yolu qoyub, Allaha təqva olmaq. Ona görə bu məsələyə baxanda və əksəriyyətin müzakirəsində görəsə debatlarda qərb belə imkanlı filan, siz qərbin təkcə maddi imkanına baxmayın. Siz qərbin sıxıntılarına baxın. Mənəvi boşluqları var. Mənəvi boşluqlara baxın. Bəli. O dediyiniz intiharların və yaxud da digər problemlərin kökünün səbəbini axtarın. Bəli. Bura baxmaq lazımdır. Təkcə ancaq görüntü hər şeyi həll eləmir. Bəli. Allah razı olsun. Maraqlı bir hadisə yadıma düşdü. Alimlərdən biri tələbələri yığıb dərs keçirmiş və Səhih Buxaridən hədislər oxuyurlarmış. Bu an məscidə bir nəfər girir. Az öncə dediyimiz həmin o ittiham eləyən qəbilindən bir insan və deyir ki, cəmaət aya uçub gedib. Hələ də siz burada oturub Səhih Buxari oxuyursunuz. Şeyx də hazır cavab olur, çox gözəl şəkildə onun cavabını verir. Deyir ki, sən aydan danışırsan.
Biz isə ayın, aydan da başqa səmaların, göylərin üzərində olan Rəhmana, yəni Allaha qovuşmağa çalışırıq. Sən isə aydan danışırsan. Biz Xaliqə qovuşmaqdan danışırıq, onu öyrənirik. Sən isə məxluqa qovuşmaqdan danışırsan. Deyir, ancaq sən deyir, nə bizə qoşulub Xaliqə qovuşmadın, nə də o birisi alimlərə, dünyavi insanlara qovuşub, məxluqa qovuşmadın, aya, Marsa qovuşmadın. Hamısından avara olmusan. Doğrudan da baxanda görsən ki, bu kimi insanlar əslində hər şeydən avara adamlardır. Sadəcə narazıçılıqların göstərmək üçün müəyyən bir ittihamlar irəli sürməyə çalışırlar. İlahiyyatçı danışanda təbii ki, onun sahəsi insanları Allaha çağırmaqdır, insanları imana, təqvaya, namaza, oruca çağırmaqdır. O durub, onun sahəsi o deyil ki, durub başqa məsələn dünyavi şeylərdən danışsın. Qaldı ki, İslam dininə qadağan eləmir ki, başqa müsəlman alimlər də öz növbələrində dünyavi elmlə məşğul olub insanları neynəsinlər? Dünyavi işdən faydalandırsınlar. Yəni şəriətimiz bizə qadağan etmir ki, biz dünyavi şeyi öyrənməyək. Əksinə Qurani-Kərimdə Allah Taala ayədə buyurur ki, düşmənə qarşı hazırlıq görün. Həmin ayənin təfsirində gəlir ki, yəni oxçularla düşmənə qarşı hazırlıq görün. Məyər bu dünyavi şeydir, dünyavi şeydir. Şəriətimiz bizi təşviq eləyir. Allah həmd olsun biz bir il bundan öncə 30 il bundan öncə işğalda olan torpaqlarımızı alarkən Allahın gücü, qüvvəti sayəsində səbəb olaraq da bizə nələr səbəb oldu? Bugünkü dünyavi müəyyən inkişaflarımız, hansı ki Allah Taala onu bizə də müyəssər elədi ki, hələ ilk olaraq demək olar ki, onun tətbiqatı biz elədik. Düşmənlərdən torpaqlarımızı azad eləmək üçün onu istifadə elədik. Məhər şəriət bunu qadağan edir. Məhər şəriət o ixtilaslardır, məsələn, Səlcuq bayraqdardır. Bəli, Allah razı olsun. Məsələn, onlar da müsəlmanlardır, onlar ibadət edir. Bəli, həm bizim din qardaşlarımızdır, həm millətcə qardaşlarımızdır. Müsəlmanların ixtirasıdır, bəli. Və yaxud da onların o inkişafıdır ki, o işdə məsələn inkişaf elədilər və onunla müsəlmanlara, İslam'a dayaq olurlar, dəstək olurlar. Allah Subhanahu taala bu işdə bizi davamiyyətli eləsin. Allah razı olsun. Geniş məsələni əhatə elədiniz, çox faydalı cavablar verdiniz. Demək, son olaraq bir səbəb var ki, o səbəb doğrudan da ruzinin artmasına gətirib çıxardır və o səbəblə insan əksinə malı artır, nəinki azalır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur ki, 3 şey üzərinə Allaha and içirəm. Onlardan da biri olur ki, deyir, Allaha and olsun ki, sədəqə malı əskiltməz. Sədəqə malı əskiltməz. Demək, sədəqə verməklə, zəkat verməklə əksinə insanın malı artır ki, azalmır. Bu barədə fikirlərinizi bilmək istəyərdik. Ümumiyyətlə bilmək lazımdır ki, yəni elə məsələlər var ki, o bizim cəmiyyətdə insanlar üçün biraz uzaq məfhumdadır. Yəni biz insanlara deyəndə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, sədəqə malı azaltmaz, əksinə çoxalar. Və Allah Taala Qurani-Kərimdə buyurur ki, Allah Taala sədəqələri çoxaldar. Yəni yurbi sadaqa. Yəni onu daha da aşırar, daşırar, çoxaldar. Yəni bu məfhumu insanlar çox vaxt, yəni dindən xəbəri olmayanlar, dini maariflənməsi zəif olan cəmiyyətlərdə insanlar bunu başa düşmürlər. Elə bilirlər ki, bu sadəcə insanların başını aldatmaq üçün bir nağıldır, insanların başını bişirmək üçün bir variantdır və s. və s. Hər öz arşını ilə ölçür. Üzr istəyirəm, bəzən də elə bir zaman olub ki, doğrudan da insanları hərifləyiblər, onların pulların o hiləgər yollarla adını sədəqə qoyublar. Əlbəttə, o təbii haldır. Yəni belə hallar hər bir cəmiyyətdə var, yəni müsəlman cəmiyyətlərində var, başqa cəmiyyətlərdə də var. Sadəcə olaraq burada məsələnin məhzunu nədən ibarətdir? Məsələnin məhzunu ondan ibarətdir ki, yenə qayıdırıq iman məsələsinə. Yəni müsəlman birinci Allaha iman gətirir. Qəlbən Allaha bağlanır, qəlbən Rəbbinə bağlanır və bu, mən sədəqə verdim, 5 manat verdim, səhər durub görəcəm yastığımın altında 6 manat var, o anlama gəlmir. Allah Taala müsəlmanın o xərclədiyi sədəqəsinin əvəzində onun malına elə bir bərəkət verir ki, o malını xərcləməyi ilə, doğru düzgün xərcləməyi ilə, elə malını onu xərcləyir ki, onun malı azalmır. Yəni, insan məsələsini tutaq ki, Allah Subhanahu wa Taala müminə ağıl verib, dərrakı verib, şuur verib, özünə imanına uyğun olaraq. Və mümin o malını xərcləyəndə birinci qəlbində sıxıntı keçirməz. Könül xoşluğundan malını verər. Məsələn, biz zəkat, Allah Taala bizə əmr edib zəkat verməyi. Zəkat nədir? Hər bir müsəlman malının 2,5%-ni, yəni 40-dan 1 hissəsini yəni zəngin müsəlmanlar. Bəli, imkanı çatan, yəni o müəyyən şərtlərlə olan bir şeydir. Yəni o mövzusu ayrı mövzudur təbii ki. Yəni malının 2,5%-ni çıxarır sadəcə olaraq tanıdığı, tanımadığı bir insanlara, kasıblara, yolda qalan müsafirlərə və s. o qruplara deməli kömək edir. Yəni bu sədəqəni verəndə təmənnasız, heç bir qarşılıq olmadan bunu kim edə bilər? Yalnız qəlbində iman olan insan edə bilər. Müsəlman bunu eləyəndə və ya sədəqə verəndə, məsələn, yoldan keçdi bir kasıb adama əl tutdu, gördü pul istəyir, pul verdi və ya eşitdi kimsənin ehtiyacı var, kömək elədi. Adını bildirmədən, özünü reklam eləmədən, nə bilim kameraların qarşısında yox, sadəcə olaraq ixlas Allah üçün eləyir bunu. Bunu eləyəndə müsəlman birinci qəlb rahatlığı tapır.
Bu müsəlmanın özəlliyindəndir. Ondan əlavə müsəlman bunu eləyəndə o iman gətirir ki, o tam əmindir ki, Allah Taala vəd edib ki, mən bunu malı verirəmsə, Allah çox xeyirdir. Allah Taala bunun əvəzində mənə həm savab verəcək, həm də mənim malıma bərəkət verəcək. Aydındır? Yəni mal 5 manatdırsa, 5 manat da qalır. Heç kəs demir ki, bu səhər dövründə 6 manat olacaq. Bərəkəti Amma çox Allah Taala alır, sənə elə bir qüdrət verəcək, elə sənə bacarıq verəcək, elə səni işlərinə yönəldəcək səni ki, sən gedib daha bərəkətli ruzi tapacaqsan. Daha çox ruzi. Yəni dünənə qədər ayda 5 manat qazanırdın, ola bilsin 10 manat qazansan və yaxud da 5 manat daha bərəkətli. Əlbəttə, yəni biz buna müvəffəqiyyət deyirik. Dinimizdə, dini təlimdə, şəriət təlimdə biz buna müvəffəqiyyət deyirik. Yəni Allah Taala sənə müvəffəqiyyət vermək çox önəmlidir. Yəni insan Allahın verdiyi müvəffəqiyyətlə 5 manatı elə gözəl xərcləyə bilər ki, o hər bir şey çatar. Amma insan da var ki, 5 manatı elə bir bərbad gündə xərcləyər ki, o 5 manat heç bir şey çatmaz. Ona görə müsəlmanın imanına bağlı olan məsələlərdir bunlar. Ona görə izləyicilərimiz ola bilər kimsə bunu eşidər və belə suallar da verirlər ki, siz elə şey deyirsiniz ki, güya indi mən verəndə mənim pulum belə artacaq. Yox, burada məqsəd, məna birinci iman gətirməkdir. İnsan bunu, yəni inandırım ki, insanlar bunu bilsələr, dərk etsələr və iman gətirsələr, bu şey inansalar, onların həyatlarında çox şey dəyişəcək. Vallahi üzr istəyirəm. Yəni çox yaralı yerimizdə əslində bu mövzu. Çünki insanlar cəmiyyətdə qarşılaşır, görürsən, kimsə eşidirik ki, qonşusu məsəl üçün yaxşı maşın alıb, girir məsələn bankdan faizlə, pulla, borcla, xərclə ki, mən də ondan bir 5 manat bahalı bir maşın alım. Qonşu ev tikib, mən ondan 2 daş yuxarı ev tikib. Nə bilim, qonşu filan şey eləyib, mən ondan filan şey yaxşı eləyim. Filan qohum filan şey elədi, mən ondan daha yaxşısını eləyim. Yəni insan elə bir məxluqdur ki, o Rəbbinə bağlanmasa, o gedib kiməsə, nəyəsə bağlanmalıdır. Və sənin o bağlandığın Allahdan başqa bağlandıqları var ha insanların. Onlar onları azdırırlar. Onları azdırır, uzağa aparır. Bəli. Yəni ona görə insan Rəbbinə bağlanmalıdır. Bilməlidir ki, onun ruzusu verən Allahdır. O nə etsə Allah üçün, Allah da onu qat-qatının əvəzini verəcək. Muxtərəm, bir dəqiqə üzr istəyirəm, maraqlı bir şey yadıma düşdü. Sonra sözü inşallah Muxtərəm verəcək. Bir nəfər zəngin insan olur, imanına salih bir insan olur və öz cəmiyyətində tanınmış bir adam olur. Gəlib ondan soruşurlar ki, siz necə oldu belə zənginləşdiniz? Deyir, Allahla yarışdım, Allah mənə qalib gəldi. Deyirlər, sən necə Allahla yarışa bilərsən? Deyir ki, mən xərclədim, Allah verdi, mən xərclədim, Allah verdi, axırda Allah mənə qalib gəlir. Yəni, Allah Taala bütün mülkün sahibi olanıdır, yəni artıq bütün zənginliklərin qapısını açır. Buyurun, Muxtərəm. Həmçinin yanaşmadan biri də odur ki, yəni sədəqə və zəkat malın və canın təmizliyidir. Yəni Allah Subhanahu taala sənin verdiyin zəkatla, sənin verdiyin sədaqanla sənin canını və sənin malını qoruyur. Yəni eyni vaxtda malın bərəkətlənməsi və yaxud da malın artması, azalmaması ola bilsin ki, sabah başına gələcək hansısa bəlaları, hansı müsibətləri, hansı o malın tələf olması və yaxud da canına zərərlər dəyib onun mal mülklə qarşılayacaqsan, onu deyək ki, tələfi etmək üçün, onu deyək ki, dəf etmək üçün və Allah Subhanahu taala zəkatla, sədaqə ilə malı və canı təmizləyir və malı, mülkü qoruyur. Digər deyək ki, səhv etmirəmsə zəkat sözünün mənası da elə təmizləmək deməkdir. Bəli, sonra başqa bir tərəfdən də biz danışırıq cəmiyyətin kasıbçılığından və ya da cəmiyyətdə olan ehtiyaclardan. İslam şəriəti zəkat buyurmaqla və əslində zəkat dediyim qardaşın biraz ayrı və geniş bir mövzudur. Ora girmək, lakin çox malın, mülkün çox cüzi bir hissəsidir. Yəni xərclənib yerdə qalan hissəsini ildə cəmi bir dəfə 40-dan biri, 2,5%, 40-dan biri çox az bir miqdardan söhbət gedir. Amma bu tərəfdən az olmaqla kasıb müsəlmanların, kasıb insanların ehtiyaclarını qarşılamaq üçün, onların qayğısına qalmaq üçün, onları tək olmadığını bildirmək üçün, onların dərdlərinə, yəni şərik ortaq olmaq üçün, yəni bu cəmiyyət üçün çox önəmli bir məsələdir. Hansı ki görərsiniz ki, bu ancaq yəni bu cür lütfkarlıq, bu cür bir-birinə qarşı məhəbbət, rəhimlik İslam cəmiyyətindən başqa bir cəmiyyətdə yoxdur. Amma eyni vaxtda da başqa bir nöqtəyə kiçicik toxunmaq istəyirəm ki, gərək qarşı tərəfdə və yaxud da zəkat düşən insanlar, sədaqə düşən insanlar da gözləri imkanlı insanların malında, mülkündə olmasın. Çünki onların tərəfindən də baxanda onların təqvaları, onların imanları, onların qəlb salamatçılıqları olmalıdır ki, Allah Teala onlara o ruzini çatdırsın. İstərsə zəkat, sədaqə vasitəsilə, istər ki, başqa yollar vasitəsilə onların qəlb xəstəlikləri mane olmasın ki, onlara çatacaq, yəni ruzi qarşılanmış olsun həmin günahları ilə, qəlb xəstəlikləri ilə. Ona görə zəngin müsəlmanın üzərinə zəkat və sədaqələr düşür, kasıb müsəlmana düşür, lakin kasıb müsəlman tərəfdən baxdıqda gözü insanların mülkündə deyil, yalnız Rəbbindən istəməkdə olmalıdır qəlbi.
Zəngin insanlar da zaten vaxtında zəkatların hamısı versələr, çünki zəkat təmizləməkdir. O təmizlik mənası da həmçində ona dəlalət edir ki, yəni kasıbların da qəlbindəki o həsədi təmizləyir. Yəni vaxtı verirsə, sanki onların da qəlbində o həsəd, paxıllıq, o qibtə qalmaz ki, yəni ki, varlı insanlara qarşı əksinə dua eləyərlər ki, onlar da Allah təala mallarına bərəkət versin. Bu xüsusda Adil sizin də bir-iki kəlmə sözü eşidək, sonra mövzunu bağlayaq inşallah. Bəli, Allah Teala Quranda buyurur ki, Tövbə surəsində: "Xud min amvalihim sadaqatan tutahhiruhum və tuzakkihim biha." Yəni sən onların mallarından sədaqə olaraq götür və onunla onları paklandır və təmizlə. Deməli, zəkat insanın həm malının təmizlənməsinə və həmçinin artmasına, zəkat sözü mənalarından biri böyümək, çoxalmaq mənasını verir. Deməli, zəkat həm malı təmizləyir və həmçinin çoxalmasına səbəbdir. Alimlərdən biri bir misal çəkir və deyir ki, elə bil ki, bir sürü qoyundur və onların içərisində bir xəstə qoyun var. Əgər xəstə qoyunu sən kənarlaşdırsan, sürü salamat qalacaq. Əgər onu itirməsən, yəni o xəstəlik başqa sürüyə keçərək başqa heyvanlara sürünü məhv edəcək və eyni ilə zəkat da belədir. Və sonda da bir şey bildirmək istəyirəm ki, ruzi deyildiyi zaman ümumiyyətlə insanlar yəni dar çərçivədən baxırlar. Yəni ruzi məfhumu geniş məfhumdur. Yəni insanın Allaha iman gətirməsi ruzidir. Muhammed sallallahu aleyhi və səlləmə iman gətirməsi ruzidir. Sahabələrə inanması o da ruzidir. Və insanın afiyət içərisində olması ruzidir. Əməli salih həyat yoldaşı ruzidir. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: "Mən razaqahullahu zəvcətən salihən." Allah Teala bir kimsəyə salih zövcə nəsib edərsə, ruzi sözü keçir ərəbcə orada. Razaqa ruziləndirərsə. Deməli, salih zövcə ruzidir. Evladlar ruzidir və evladların salamat olması, xəstələnməməsi, afiyət içərisində olması ruzidir. Gözəl əxlaq ruzidir və s. Bütün bunlar hamısı ruzidir. Hal-hazırda olduğun an özü ruzidir və gecə namazına müvəffəq olmaq ruzi. Yəni ruzi mənasına, məfhumuna geniş baxdığımız zaman, yəni görürsən insan rahatlanır və bilir ki, ruzi tək bu deyil. Və ona görə insan Rəbbinə şükr edənlərdən olur. Allah razı olsun. Allah sizə bərəkət versin. Sizə təşəkkür edirik. Çox faydalandıq. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.